Salam əziz izləyicilər, hər birinizi xoş gördük. Bu yaxınlarda belə bir sual paylaşmışdıq ki, bizim sözü ismin hansı halında işlənib? Adlıq yoxsa yəli? Yəni belə deyim ki, bu sözə yəli çal deyənlər çox oldu. Bəli, başdan deyək ki, bizimki sözü isimdir. İsimdir. Bu sözə yəli çal deyən çox oldu. Niyə? Çünki bunun tərkibində imbəli şəkilçi, qrammatik şəkilçi yəli çal var. Təhlil əvvəlcə bu sözü biz sözün kökü, im qrammatik şəkilçi, ki leksik şəkilçi. Söz başlanğıc formada işlənmişdir. Yəni qrammatik şəkilçi leksik şəkilçidən əvvəl işlənib, yəni sözün başlanğıc formasını, sözün leksik mənasını müəyyənləşdirən hissənin tərkibindədir, daxilindədir. Bu söz yəlik halda sayılmır. Niyə? Çünki bilirik ki, isimlər bir dəfə hal şəkilçi qəbul edibsə, başqa halda işlənə bilməz. Amma biz bu sözü hallandıra bilirik. Məsələn, bizimkinin sözü, bizimkinin fikri. Məsələn, bizimkilərdən soruş. Bizimkilərdən soruşun. Və s. Bizimkinə denən və s. Yəni, yadda saxlayaq ki, əgər biz bu sözə, bizimki sözdən yəlik halda söz deyiriksə, buna başqa hal şəkilçisi artıra bilmərik. Yox, biz buna başqa hal şəkilçisi artıra bilirsə, deməli bu söz yəlik halda işlənməyib. Yəni bizimki sözü bu formada, başlanğıc formada adlıq halda işlənib. Yəlik halda işlənməyib. Sualın cavabı olur adlıq hal.